Vətəndaşlar artıq bir sıra hərbi məlumatlarını MyGov platforması üzərindən rahat, sürətli və təhlükəsiz şəkildə əldə edə bilirlər. Təqdim edilən yeni xidmət də var və yeni xidmət əsasən artıq 2026-cı ildə 15 yaşı tamam olan kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması da məhz bu platforma üzərindən aparılır. Bunun üçün çağırışa qədər ki, yaş həddində olan vətəndaşın valideyni və yaxud da ki, hüquqi nümayəndəsi xidmətlər bölməsinə daxil olmalı, hərbi alt bölməsinə keçid eləməli və daha sonra ilkin hərbi qeydiyyatı seçməlidir. Prosesin şəffaflığını təmin etmək məqsədi ilə valideynlər şəxsi kabinetlərindən göndərdiyi müraciətin icra vəziyyətini izləyə bilir. Eyni zamanda ilkin hərbi qeydiyyata alınma prosesi bitəndən sonra da onlara bu barədə bildiriş göndərilir. Məlumat üçün qeyd edeyim ki, artıq ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə, yəni kağız daşıyıcı məhz bu ildən ləğv olundu və bu proses yalnız MyGov platforması üzərindən aparılır.